Lokmanı biraz balaca ye. Lokmanı balaca ye. Ya. Deyirəm vallahi halal deyir. Ne terimə baxa-baxa onu yiyebilirsən. Demədim ki, Yemişsən lan. şirin çay yemişəm dana, ne yemişəm? Ne olsun pendir yemişsən. Pendir adam doydurur, pendiri bizə qabaq yeyirlər. Yeməyi yeyəndən sonra pendir üstündən yeyirsən ki, yemək həzm eləsin. Görsən yeməksiz pendir yedi, mədən yüzüb. Neçə vaxt kənd ümidası yemək, ondan malı qaynadarım da, nə? Tökmə daxı. Tökmədi. Tökə bilirsən ki, sən tökülədə. Hem dəqiqdən görün, bu dəqiq bunu deyə ala. Bu xaraf deyə babuş. Deyə ala. Deyə. Durun, mən də yumurta. Dur. Mən kim ağzını arıb baxma, yeri bala. Ne güzel yumurta atayan babuş. Onunla o da verir, pişirelim de ama. Doldurdun, deyir xaldın doldur. İndi sen bana deyəndə mətlə çay tök, deyəcək dur özün tökdən ha. Orada çay şey orada. Ay bala sen səhər yeməyini yedin da lan. Ama Burada gəldi. Pedir adı səhər yeməyə də. Ben yeməyin pendir niyə doydurur? Şeyini yiyirsən, əmcək yağını yiyirsən ona göre. Yumurta tutarsaydı gözümüz kaldı, yumurta da ağzımızı yaktı. Əmcək yağını nətər yiyir ay Allah. Allah. Hamıdan sonra yemağımdan sonra tez yok. Burada bir böyle çörek var. Bilsen o çöreğin ağarı. Böyle doğru ya. Geçer burada su harikini aparlarında suyun içine dök. Sen de hele fereset ne getir ama. Çok sağ ol aşkım. Çay istedi. He. Babuş Nəsirov mənə yazır. Nəsirov, bugün bu Nəsirov. Yox ha, o Nəsirov deyil. Babuş Nəsirov çıxdı. Peki. Bakıda gəldi. Hə, babuş Bakıdadır.
İndi akşam oligarxda. Az gəlin oturun oligarxda, bana da bir çay koy verin. Hər bir 20 manatdan zaten 10 manatdan 50 manatdan qoyun cibimə bir şey. Biraz pul kazanım da, ne olar azarlama dərman Allah. Mən demişəm ki, şey eləyəcəm, daha gedib işləyib pul kazanacağım. Ama çalışacağım ki, ne qədər işləyə bilirəm. Böyle yol. Bir tane çay özüne sözüm. O aymış, bu çay tarafını. Şimdi esnası çay duruyorum lan. Ama şey, kurator yazmış ki, ne kadar vaxta yazır acaba? Mənim o səhifəm şeyliyi, gözüm tek başı spama gedirəm. O şu kimin ağzını açın. Onlar. Sonra deyərsin, gəldi şakalatını yedirlərdi. Baba çok yekar. Ay, iki kanalığa ne gezirmin sen de. Babaş gidək dənizə çinməyə. Gələk uzanaq Baynisada. Deyək bizə soyuq olub da. Ay məftun, mən yazında necə? Ay bazı baxmıram ora, ay sevgimiz. Dayan. Daha git bloka. Sen buna çay boy veren şey sen özüne çay boy veren lazımdı. Öğrettiler seni ya. Nigar oligarx şeydədir. Nərmanovda yerləşir. Özüm yaxşı elədim. Səni öyrədiblər. Gözümə şuma əməlli bax. Mən özümü belə xoş mehriban aparmağıma baxmam. Tanımadım mən. Yox, hakikaten tanımadım. Sağ ol piyanocu, sən necəsən? Onsuz restoran ilə ki, altında polis durur. Bütün hər yerdə kameralar çəkir. Mən sağ ol, bu deyiləm. Kimsə səni öyrədə deyə, hə? Ay babaş, ailəvi yerdir. Ailə qarx. Restorandır da, kimsə gələ bilər. Hə. Restorandır da, restoran hamı gəlir, hər cür adam gəlir. Restoran Uşaqsa da olmur, ailəvi uşaq olur. Hə, ailəvi də düzeyir, uşaqda olur, amma orada uşaq olmur. Orada deyən yeri, kimisi sevgilisindən, kimisi gəl oturur. Hə, düz deyir. Amma qəşəng restorandır uşaqlar.
Çok sağ ol canım gözüm. Oy. Geçen şey, uşaqlar məni takip edin, bu mənim təzə səhifəmdir. Baba, kreator yazan kim maddi başına dönərəm. Onun şeyliyi görə mən bu səhifəmə kreator şeyləsin. O baxın deyəcək görə ki, sənin səhifən kuratoru kimdir? Da sana deyəcək, say yazacaq. Onlar xaricili olurlar. İngilislərini bilməlisən biraz. Bu bilməyədi, sən danışırsan, tərcüməçilik eləyərsən. Hara getsən? Kiminlə da özümü qırxım. Birini gəlim kisəliyim, kisə zat lazımdır. O itincə qırx çıxart şöyle. Həqqı. Allah haqqı. Ayrı nəsə zakazın istəyən zadın var. Yox, buradakı iki gibi binanın qabağını canlı ilə açırsan. Canlı orada tutmayacaqdır. Sən bu enliliyində kofta ilə mən hara çıxım, cəmat mənə gülər. Baboş, nə olar? Gedək mənim axşam o evdən şeylərini götürüm, hə? Mənim enli kürəkliyimdən Bərdə danışır ki, onun kürəklərinin enli, musqulu, çiynəli. Bu nə qarındır? Hə, xəngələşli kebabı deyil, mənim qarnım belə deyil. Xəngələşli kebablardan deyil, qarnımdadır. O dikkat ver bana, şiştim onu da göpeceğim. Ay gelin bana, tut ver bana. Oy balım, oy şəkərim. Canım içində gedəcək xəngələşinə. Ne mi dediğince ben sen gelip dedim hemen saçımı kırdım, saçım çok sulandı be. Evet, başımı geçir. Bu kimdə? Az ki, Bakıda kirada qalırıq. Babuş kirada qal, mən də gəlib bundan qalıram. Uşaqlar məni takip edin, ürəkləri xahiş edirəm. Nəsirov olan mən idim. Həqqi deyirsən, yaxşı onu çıxardım. Allah haqq elə bildim ki, oydum, hə. Bloka attım, yoxsa nətər elədim, ha şey. Bu bir dənə baxım, əngəllənmiş hesablar. Az mən bu boyda əngəllənmişin üçün onu... Hə, onu atmış. Az çıxartdım, hə. Elə bildim kimdisi örgədiflər. Çox sağ ol. Hamma babuş, bilirsən millətimizi niyə çox istəyirəm? O şey mənim pulumu vermədi deyə haqqımı yedi. Ham dedi ki, kart qoy sən dəstək olaq, ananın dərmanını al. Görsən bizim millətimizi. Elə sizin o sözlərinizi işləndə elə ürəklənirəm, Allah and olsun. Ne yaxşı Allah, sən özün millətimizi, dövlətimizi, xalqımızı həmişə varlı ilə, hamısını həmişə başından rozilərini tökün. Ay Allah, bizim millət bir-birimizə kömək eləyəndi. Bax, bu millətimizin bu xasiyyətinə qurban olmayı. Ona görə də var, özümü ən varlı adam istəyirəm. Çünki bilirəm ki, dara düşə ki, mənə kömək eləyəsiniz. Allah haqqı. Allah hamınızı, ham bütün millətimizi. Yox, qoymuram, şey. Düzdür, ehtiyacım var, amma indi restorana zada gedirəm də. Bu günlərim getməyəcəm. O birisi restoran dedi ki, xəbər edəcək, bəlkə dedi şeydir. Deyirəm, bəlkə xəngələşində, çünki şeylə... Kontrolün deyəcəkdi, qoy. Xırdalanda gedib şey eləyəcəm. Elli, çox sağ ol canım gözüm, ay Ellim. Nətərsən, ürəyim qurban. Məftun, Babəşə denən təmizləmə var, arıqlamaq istəyirsən. İnanmıram belə şeylərə. İnanmır. Axşam gələcəm, saat 2 çayba verəcəm. Ay yalqızaq, bilmirəm, axşam mən Aliqarxa gedim görəm bir gün. Gedək. Orada xudama işindir. Sən getməyəsən. Mən bəlkə biraz geç gələcəm. Bəlkə də səndən gedim. Yaxşı, onda mən Aliqarxa getməsə Aliqarxa sabah gedərəm. Aliqarxa sabah gedərəm. Onda mən gedəcəm, babuş, gün xırdalanda qalacam. Xəngəli işində yemək satı yeyək. Oradan da gedim mən xırdalana, uşaqlarla görüşüm. Sabah gedib Aliqarxda oxuyaram. Həqqi deyirsən, anamın dərmanı pulu 100 manatım olsa bəsimdir. Elli, çox sağ ol canım, gözüm öpürəm səni, ay Elli. Elli var, babuş. Həmişə o qız mənə kömək edir, həmişə. Sağ olsun, sağ olsun. Allah and olsun. Elli çox, o gün də məni şəhər apardı. Səhər yeməyində, restoranda. Stolun üstündə hər şey var idi. Cibimə də pul qoydu, sağ olsun. Bunu deyil, mü qısa deyil, ne bilən. Allah başından döysün. Ay Elli, Allah səni həmişə dayaq eləsin. Heç vaxt, nə bilim, səni heç kimə möhtac eləməsin. Balaların xoşbəxt olsun. İnşallah, amin, ay Allah.